Dördüncü qrup model testlərinin izahatını davam edirik. Deməli, 21-ci sualda x, y piriddir. Deməli, bu dəmir S2 olacaq pirid. Sfaler də singis olacaq. Deməli, onda x dəmirdir. Y bizdə kükürdür. Z də singdir. Və deyir ki, hər üçü ilə reaksiya daxil olan oksigen daxil olar, helium olmaz. Yod biz bilirik ki, kükürdlə reaksiya daxil olmaz. Xlor isə daxil olar. Onun da düzgün cavab 1, 4, B variantı olacaq. Deməli, 22-ci sualda amonyakla hidrogen reaksiyasını verilib. Azotla daha doğrusu. Amonyak qazı alınır. Reaksiyanın əvvəl qapalı qabda olan maddələrin mol miqdarı, reaksiyadan sonra qapalı qabda olan maddələrin mol miqdarı A və B verilir və A-la B-nin nisbəti maksimum neçə ola bilər? Baxın, bu maksimum sözü bizə bir yol göstərir ki, burada daha necə yanaşmaq lazımdır tezsə, bax, maksimum sözü bizə göstərir. Bu halda o zaman maksimum ola bilər ki, azotla hidrogen tam sərf olunan zaman, yəni bunlardan artıq qalmasın. Tutaq ki, artıq qalsa, istərsəməz, axı biz nisbət deyəndə burada A-nı B-yə olan nisbətini tapırıq da. Tutaq ki, A bu ikisinin mol miqdarıdır. Məsələn, tutaq ki, bu 1 moldur, bu 3 moldur. Elə 1-in 3-ə nisbət deyək. Bu zaman 2 molda amonyak alınır. Nisbət tapanda, yəni 1-in 3-ə 4, 4-ə 2 böləcək, elə olacaq 2. Bu, yəni heç birdən artıq qalmayan bir vəziyyətdir. Yəni 4-ü böldü 2-yə. Ancaq təsəvvür edin ki, tutaq ki, azotu 2 mol verilsə, hidrogeni 3 verilsə, bu zaman azotdan artıq qalacaq da 1 mol. Onda 4-ü bir amonyakın ikisi, bir də artıq qalan azota böləcək də, yəni 1 gələcək. 4 bölü 3. İstərsiniz bu maksimum olmadır. Aydındır mı? Yəni, o zaman maksimum olur ki, bunlardan heç birindən artıq qalmasın. Yəni, tutaq ki, azot 2-dirsə, hidrogen də 2 dəfə çox 6 olacaq artıq qalıb. Bu zaman 4 molda amonyak alınacaq. İndi baxaq, yəni artıq qalmamaq şərtinə. 2 üstəgələ 6, 8 də 4 yenə 2 alınır. Deməli, bu o zaman maksimum ola bilər ki, reaksiya daxil olan qazlardan birindən artıq qalmasın. İstərsəməz artıq qalarsa, amonyakın molunda üzərinə gələndə cavab maksimumdan kiçik olacaq. Ona görə də elə burada cavab 2 eləyəcək. Artıq qalmamaq şərti ilə maksimum sözü bizə yol göstərir ki, biz belə yanaşaq testdə. Yoxsa əks halda, yəni burada hər qiymət ola bilərdi. 23-cü sualda reaksiyaları yazmışam və bizdən soruşur Z-lə T-ni. Z dəmir 2 oksiddir, T də dəmir S-dir. Bizə deyir ki, burada dəmirin kütlə payını tapaq. Omega bərabərdir. 1 mol dəmir burada, yəni 56. 1 mol dəmir müsü ilə 56. Vur 100%. Bölünsün ümumi kütləyə. Deməli, burada ümumi kütlə nə qədər olacaq? 56 üstə ilə 16 oksigendir. 56 üstə ilə 32 də singesdə bunun kütləsi vur 100%. Hesablayırıq, bu da eləyəcək 70%. Deməli, burada düzgün cavab dəmirin kütlə payı eləyəcək 70%. Deməli, bu sualda 4,5 mol kalsium qatı sulfat turşusuna reaksiya gedir. Mən artıq reaksiyanı yazmışam. Təbii ki, burada H2S qazı alınır və hər hansı bir Z metalı 0,75 molda qatı sulfatla gedir. Bu zaman Y qazı alınır. X qazının Y qazının orta molar kütləsi 49 olur. Bizə soruşulur ki, o Z metalı hansı metal ola bilər? Gəlin əvvəlcə tapaq görək 4 mol kalsiumdan nə qədər H2S alınır? 4,5 moldan nə qədər H2S qazı alınır? Deməli, 4-dən əgər 1 mol alınırsa, o zaman 4,5-dən, məsələn, X mol alınır. Biz buradan X-i tapırıq ki, 1,125 mol H2S alınır. 4,5 olarsın. Deməli, qazın birini tapdıq. İndi keçək ikinci qazı. Qatı sulfat turşusu ilə biz bilirik ki, 2 qaz ola bilər. Ya H2S ya da SO2 qazı ola bilər. H2S qazı olmayacaq. Çünki burada X qazı artıq H2S-dir. Baxırıq ki, bu da X deyil, axı başqa bir hərflə, yəni Y qazıdır. Fərqli bir Y-lə işarət etdiyinə görə, təbii ki, onda Y 100% bizdə olacaq SO2 qazı.
Y-ın artıq qazı tapdıq. İndi gəlin tapaq görək SO2 qazı burada nə qədərdir? Deməli, belə tapacağıq. Deməli, 49 bərabər molunu bilmirik. Yəni, qaz qarşı orta molar kütləsi. Birinci qazın molu, yəni 1/125-i. Vuruq HKS-in M-nə 34-ə. Üstə gəlirik. Bilmirik neçə moldur SO2, məsələn, B mol deyək. B mol SO2-nin kütləsi 64, axı vuraq 64. Bölək qaz qarışığının moluna. Yəni 1/125 üstə gələk B-yə. Və buradan B-ni tapırıq 1/125. B-ni də 1/125 tapırıq. Yəni o da eynidir molu. Deməli SO2 qazının biz molunu müəyyən etdik ki, 1/125 SO2 qazı olacaq. Bunu da müəyyən etdik. Deməli 1/125 alınan qazın molu var, yaxud daxil olan metalın molu var. İndi baxaq görək bu qazın metal 1 mol olanda bu qaz neçə mol olur? Deməli 1/125 mol SO2 qazı olanda metalın molu 0,75-dir. Metal 1 mol olanda qazın molu nə qədər olacaq? X-i də tapırıq bura 1/5 mol. Deməli biz müəyyən etdik ki, reaksiyada SO2-nin qabağına metal 1 mol olanda SO2-nin qabağına 1/5 mol düşür. Bunu müəyyən etdik. Deməli SO2-nin qabağına 1/5 mol olur. Deməli 1/5 mol SO2. Metal da nə qədər olanda? 1 mol metal olanda. Z1 olanda. Deməli SO2-də orada oksidaşma reduksiyaya görə orada reaksiya fikir verin. Sülfat müsbət 6-dan indi orada SO2 alınır da. Baxın o Z metalı ilə HKSO4-ün qaçısında Z SO4 bilmirik, amma valentliyi bilmirik, indeksləri müəyyən deyil. SO2 qazı alınır, bir su. Baxın burada müəyyən edildi ki, 1 mol metal olanda SO2 qazın qarşısına 1/5 mol düşür. Metal 1 olanda. Müsbət 6-dan gəlir müsbət 4-ə. Deməli, kükürt müsbət 6-dan kükürt müsbət 4-ə gələndə, deməli 1 mol kükürt 6-dan 4, 2 dənə elektron alır. 1 mol kükürt 2 elektron, axı kükürtün qarşısında 1/5 var. 1/5-i 2-yə vuran neçə olur? 3 elektron olmuş olur. Deməli, biz də bilirik ki, elektron alış-verişində reduksiyacının verdiyi elektron sayının oksidləşdiricinin aldığı elektron sayı eyni olur. Deməli, metal 1 mol metaldan söhbət edir. Deməli, 1 mol metal da 3 elektron vermiş olacaq. O zaman 0-dan müsbət 3-ə gələcək. Çünki 1 moluna görə tapmışdıq biz SO2. Baxın, burada fikir verin. 1 mol metal olarsa nə qədər olacaq? Deməli, biz artıq müəyyən etdik ki, o metal 3 valentli metaldır. Ki 3 elektron olsun. Belə. Tutaq ki, burada SO2-nin qabağına biz tapanda 1 mol düşmüş olsaydı, o zaman deyəcəkdik ki, 6-dan 4-ə 2 elektron, onda 1 olan 2 elektron. Onda metalın valenti müsbət 2 olanı seçərdik. Amma bizə indi 1/5 düşüb, müsbət 3 olan da variantlardan seçək. Burada kalium ola bilməz, o HKS qazı da olmaz, mis olmaz, argen, xromla dəmir olacaq. 2-4 olacaq düzgün cavab. Burada bu daha rahat pratik yoldur. Ola bilər ki, siz onu bir-bir reaksiyaları biz aparardıq, görərdik bu şərt harda ödəyir. Elə ən yaxşısı bu daha da asan və rahat yoldur ki, yəni burada ona görə düzgün cavab 2 ilə 4 olacaq. Deməli, 25-ci suala baxaq. Deyir ki, heksametilin diamin və adipin turşusundan ibarət 200 qram qarışığın kütləcə 80% polikondensləşmə nəticəsində, baxın, heksametilin diaminlə adipin turşusunun reaksiyasını yazsıq və burada su da çıxır. Su. Və deyir 200-ün 80%-ni gəlin tapaq. Şöyle 200-ün 80%-i eləyir 160 qram. Deməli 160 qram bu ikisi bir yerdə. Bu ikisi bir yerdə 160 qramdır. Çünki deyir 80%-i polikondensləşməyə daxil olur. Və bu zaman 1/505 onsu 20 peptid rabitəsi saxlayır. 2 kiloqram neylon lifə əmələ gəlir. Deməli 1/505-i onsu 23 kimi yazması üçün biz orada 10.000'ə vuracağıq. Bu zaman 15
Baxın belə olacaq. 10 üstü 23'ü 6 tam %2 10 üstü 23'e böləcəyik. İxtisar getdi. Bunu da böləndə eləyir 2500. Deməli 2500 mol peptid rabitəsidir. Deməli peptid rabitəsi ilə suyun molu həmişə eyni olur. Yəni baxın, bax 1 molunda bir dənə burada peptid rabitəsi yaranır da. Biz bilirik, bax burada amid qrupunda peptid rabitəsi yaranırsa 1 mol bir dənə. 1 mol da su alınır. Deməli nə qədər peptid rabitəsi varsa o qədər də mol su var. Deməli bizim suyumuzun molu olacaq 2500 mol. 2500'ü də 18'e vuraq. 2500'ü 18'e vuranda eləyir 45.000. Deməli 45.000 burada söhbət kiloqramdan getdiyinə görə 45.000-də 1000'ə bölürük, eləyir 45. Deməli 45 kiloqram su alındı. 160 qram da polikondensləşmə olub, yəni adipin turşusu ilə heksametrin diaminin kütləsidir. Bizdə isə neylon lifinin kiloqramını soruşur. Deməli 167 ikisi bir yerdə. Oxdan sonra bu neylon lifin x-ni işarə edək. Bir de su alındı bizdə. Su 45'dir. Deməli 160'dan 45 çıxsaq, neylon lifinin kütləsini taparıq. Bu deyilir 115. Cavab 115 olacaq. Deməli qapalı qabda 26-cı sualda 3 mol etanın katalda dehidrogenləşməsi. Deməli C2H6 bu zaman C2H4 və hidrogen qaz alınır. Başlanğıc, sərf və tarazlıqda olan baxaq. Başlanğıcda bunu yazmamışdım. Sərf reaksiya daxil olan əmsalı qədərdir. Alınan maddənin başlanğıcı 0, sərfi 0, tarazlığı isə x əmsalı 1 olduğuna görə 1x. 2 olsa 2x yazardıq. Deməli C2H6 əvvəlcə 3 idi. X sərf olundusa sonda 3 çıx x-də qaldır. Və deyir ki, bu zaman qabda heliuma görə nisbi sıxlığı 6'ya bərabər olan qaz qarışıq əmələ gəlir. Heliuma görə nisbi sıxlığı 6-dırsa, deməli onun M ortası 6'nı 4'ə vuraq 24 olacaq. Deməli bu qaz qarışığının M ortası 24'dür. 24 bərabərdir 30'u bu deməli hər birinin moludur da, bu qazların mollarını emirlərinə vururuq, böləcəm molları cəminə. Mollarını aşağıda yaza bilərəm. 3 mis x-dir, x-dir, bir də x-dir. Baxın, bunları topladım. Molları topladım. İndi isə hər bir molun emiri. C2H6'nın emiri 30'dur. 30'u vuracağım. 3 mis x-i. Üstə gələcəm. C2H4'də 28'i. 28'i vuracağım x-a. 2'ni də vuracaq x-a, eləyəcək 2x. Deməli, bu aşağıda bunlar 3 üstəgələ x qalacaq. Baxın, burada 3 üstəgələ x qalacaq. Deməli, burada sonda x bərabərdir. Hesablayacaq 0'dan 100'ə 75 edəcək. Deməli, x-i tapdıq ki, 0'dan 100'ə 75'dir. Bizə nə sonra alınan qaz qarışığını olmuşuz. Deməli, son qaz qarışığını tapmaq lazımdır. 3'dən 0'dan 100'ə 75 çıxanda 2'dan 100'ə 25 bu qaz eləyəcək. 0'dan 75 x-in yerinə qoydum da. Bu da 0'dan 75 eləyəcək. Bu qaz qarışığını topladım. 2,5 0'dan 75 3,75 eləyəcək. Onu da vuracaq 22,4'ə. Çünki normal şərt edildiyinə görə bu deyəcək 84. Cavab olacaq 84. 27-ci sual. Deməli x, y, z-dir. Bunu müəyyən edək. Deməli qaz halındadır. Biz bilirik ki, qaz halında olan hər üç olacaq. Onda hər üçünə aid olacaq. Məsələn, birinci 1, 2, 3 yazaq. Deməli A olacaq hər üçü. Hər üçünə aid olan x-dir bizdə. Y-dir, bu da z-dir. A oldu hər üçü. İndi B-yə baxaq. Həm oksidləşdirici, həm reduksiyecidir. Biz bilirik ki, həm oksidləşdirici, həm reduksiyeci xlorla yoddur. Z-də gedəcək B. Yəni, üçüncüyə getdi B. Hidrogen reaksiya daxil olur. Bir dəqiqə. Birincidə hər üçü qaz halındadır. Axı, yod bərkdir. Yox, A bura getməz. Qaz halındadır xlorla flor. Biz bilirik ki, florla xlor qazdır. Brom mayı, yod da bərkdir. Özürlü hesablayın burada. Yəni, deməli, qaz halındadır.
onda A variantı gedəcək 2-yə. Y-a baxın. Y görsək florla xlora aiddir. Bura A gedəcək. Çünki indi hidrogen reaksiya daxil olub, bu hər iki olacaq. C də gedəcək 1-ə. D-yə bax, kükürlə reaksiya daxil. Bilirik ki, halogenlərdən yod kükürlə reaksiya daxil olmur, amma florla xlor kükürlə reaksiya daxil, ona görə 2 də gedəcək. D də gedəcək ikinciyə. Y-a, Y-yə baxaq. Oksigensiz turşuların duzdan suda məhlul elektrolizdən alınır. Biz bilirik flordan başqa. Ona görə də Y də gedəcək B-yə. Deməli, burada situasiya keçdi. Deməli, argen menoçdan natri menoçdan ibarət qaz qarışığının müəyyən temperaturda hər iki duzun hamısı parçalanır, yəni duzun artıq qalmır. Parçalama prosesi zamanı ayrılan XY qazı, yəqin ki, burada söhbət təbii ki, yox, elə təbii ki, NO2 və oksigen qazından gedir. Qaz qarışığı soyuq sudan keçilən zaman X qazı tam sərf olunur və məhlulda yalnız bir turşu əmələ gəlir. Deməli, X qazının sudan ki, NO2, oksigen və su, burada alınan turşu nitrat turşusu olacaq da. Çünki nitrat turşusu bunların reaksiyasına əmələ gəlir. Yalnız bir turşu T2-nın əmələ gəlir. Parçalama prosesi bəzi məlumatlar cədvəldə verildiyi kimidir. Parçalama prosesindən sonra alınan metal qatı nitrat turşusunu tam həll edilir. Deməli, argen menoç hər ikisi M-dir. Baxaq görək ki, qaz qarışığının ümumi molu 112 litr, yəni 5 moldur. Duzun miqdarı, metalın miqdarını, mol miqdarını soruşur bizdən. Gəlin görək M olanda nə qədər NO2, nə qədər oksigen alır, amma cəmi deyirik 5 moldur. M olanda bilmirik nə qədər NO2 alınır, amma kütlə olaraq 2 vuraq, NO2-nin kütləsi 170-dir. Yəni 340 olanda NO2 2 mol olur. Deməli, buradan tapırıq ki, X bərabərdir 2M bölünsün, M bölünsün 72. Tənasübdə də 2M bölünsün 2 vur 72. M bölünsün 170 daha doğrusu. Bu olur birincidəki NO2-nin kütləsi. Gəlin indi oksigenin kütləsini tapaq. İndi baxaq görə oksigen nə qədər olacaq. Amma biz bunu belə birbaşa da tapa bilərik ki, 2 dənə qaz qarışığı, baxın, belə yaza bilərdik tənasübü. İkisi bir yerdə də müəyyən edə bilərdik. Ayrı-ayrı da yazmaq olar, ikisi bir yerdə də. Deməli, M olanda 3 moldur, NO2 1, oksigen 1, 3 mol. Bir-biri yazmayaq da, elə bir yerdə yazsaq daha yaxşı. Deməli, burada X yazırıq. X-i tapmaq üçün eyni qaydadır. X bərabərdir. Daha doğrusu, bura X, bura 3 mol. X bərabərdir. 3M bölünsün 2 vuraq 70. 3M bölünsün 2 vuraq 70. İkisini bir yerdə tapdıq. İndi düşək aşağıda NO2-də tapaq. Burada deməli biz bunu müəyyən etdik. İndi keçək NO2. Yenə də M olanda natri NO2-də oksigen bilmirik nə qədərdir. Amma 2 vuraq natri NO2 nə qədər demir? 85-də. 2 vuraq 85-də 1 moldur oksigen. Və buradan X bərabərdir. M bölünsün 2 vuraq 85. 2 vuraq, yəni M bölünsün 170. Deməli, ikincidə də oksigen oldu M bölünsün 170. Deməli, birincidə argen menoç parçalında 3M bölünsün 2 vuraq 170, yəni 3M bölünsün 340-dır. İkincidə isə bir dənə oksigen alınır da. Burada yəni NO2 alınmır axı. Burada isə M bölünsün 170. Bu ikisinin cəmi nə qədərdir qazlar? 5 moldur. Yəni 3M bölünsün 340 üstə gələk. M bölünsün 170 bərabərdir. Bu molları da 5 mol. 112-ni 22,4-ə böldük. Ortaq məxrəc tapaq. Eləcək 5M bölünsün 340 bərabərdir 5. M də bərabərdir 340. Deməli, biz artıq müəyyən etdik ki, M 340. Çünki bizdə burada 28-ə birinci sualda M-i deyir tap. Tapdıq ki, deməli, bunların hər birinin kütləsi 340 imiş. Əsas, yəni biz bunu müəyyən etdik ki, deməli, hər birinin kütləsi 340 imiş.
İndi davam edək. Görək bizdən sonra nə soruşur. NO3'dür. NO3. Kim oldu? Natrium NO3. Sonra soruşur ki duzun miqdarı. Deməli bu da 340'dır. Biz M-i tapdıq da, bu da 340 tapmışıq. Duzun miqdarı deyəndə baxırıq ki bu 2 vuraq 85 170 eləyir. Yəni 2 mol olanda 170. Bu natrium NO3 2 mol olanda NO2 natrium NO bu nitratdır, nitritdir. Natrium NO2 də 2 mol olur. Bu 340 qram, yəni 4 mol deməkdir də. Çünki natrium NO3 85 daxı emeri. 340 85-ə böləndə biz orada müəyyən edirik, bu yəni 4 moldur. 4 molunu təbii ki, duzda 4 mol olacaq. Deməli, onda A bərabərdir 4. Duzun molunu tapdıq. Tənasüblə də yazı bilərik. Məsələn, 340 olan x-dırsa, 170-ə 2-dir, yenə 4 mol tapacağıq. Metalın mol miqdarına. Deməli, argentin NO3-ün emeri 170-dir, 2 mol oldu, yəni 340. Yəni 2-nin 2-yə nisbətidir. Baxın, 2 mol argentin NO3 olanda 2 mol argentin alınır. Onda 340 elə 2 mol deməkdir. Ona bu zaman elə 2 molda metal alınacaq. Onda B bizdə bərabərdir 2 olacaq. Deməli, duzun mol miqdarı, duz bir dənə natrium nitritdir də bizdə 4-dür. Alınan metal isə təkcə argentinlə söhbət gedir. O da 2 olacaq. Deməli, M340, A bizdə, yəni 28-ci sualda A bizdə tapdıq 4, B-ni də tapdıq 2. Keçək ki, növbəti nə deyir bizdə? Deyir ki, burada T1 anda grafikin dəyişməsini. Nəyə görə qrafik dəyişir? Çünki orada bizdə bayaq yadınızda oxuduq ki, orada alınan bu qaz NO2 qazı. Görək bizə NO2 neçə mol idi? Deməli, bu 2 mol olanda NO2 də 2 mol olacaq. Yazaq NO2-nin mollarını 2 mol olacaq. Oksigen də 1 mol olacaq. Çünki elə 340 ilə 2 mol deməkdir. Natrium NO3 də 340, yəni 4 moldur. Bu 4 mol olanda, deməli 2 mol olanda 1 mol oksigen, 4 mol olanda da 2 mol oksigen də burada alınacaq reaksiyada. Deməli bizdə 2 mol NO2 qazımız var. Hər iki reaksiya bir yerdə. Bir də oksigen var. 3 molda oksigen, yəni ikisi bir yerdə. Təbii ki, NO2 birincidən alınıb, oksigen hər ikisində olduğuna görə 1 ilə 2-ni topladım. Və bunların reaksiyasından nitrat turşusu deyir alınır. Yazaq, NO2-nin üzərinə oksigen gələk və su. Bu zaman HNO3 alınır. Əmsallaşdıraq. 4 mol, 2 və 4. Bizdən artıq qalan burada bizdən soruşur qaz qarışıqları mol miqdarı. X biri NO2 qazıdır, biri Y da oksigen qazıdır. Deməli NO2 4 mol olanda oksigen 1 mol olur. NO2 daxı bizə 2 moldur. Deməli onda 2 olanda 2 dəfə 0,5 mol oksigen reaksiya daxil olacaq. NO2-dən heç nə qalmayacaq. 2 reaksiya daxil olacaq. Oksigen 3-dən 0,2,5 oksigen isə artıq qalacaq. Bax, bu qədər oksigen artıq qalacaq. Onda qrafikdə nə edəcəyik? NO2 2 mol idi. Baxın, 0 nöqtəsindən çəkəcəyik. Necə çəkəcəyik? Baxın, bu qrafikdə, həmən qrafikdə 0 nöqtəsindən çəkəcəyik. Çünki NO2 əvvəl yox idi. T1 anında NO2 oldu 2 mol. Baxın, burada 2 yazacaq T1 anında. Sonra isə o 2 mol NO2 reaksiya tam daxil oldu və NO2-dən artıq T2 anında 0-a indi. Yəni NO2 daha yoxdur. Bu oldu NO2-nin qrafiki. Oksigenə gələk, ikinci qrafikə baxaq. Bəli, oksigen əvvəlcə yox idi. Neçə mol oldu? 3 mol. Qeyd edək, burada 3 mola qədər qalxdı. T1 anında 40 xət 3 mol idi. Lakin nitrat turşusunun alınması nə qədər oksigen isə 0,5 nə qədər artıq qaldı? 2,5. Məsələn 2,5-də gəlib oksigen baxın belə dayanacaq. Tam sərf olunmayacaq. Bu da olacaq T2 anında. Çünki artıq qalıb da. Burada yazacaq 2,5. 0,5-də sərf qrafikimiz baxın belə olacaq. 30-cu suala baxaq. Deməli burada qatı nitrat turşusunun reaksiyanı yazaq. Reaksiyada daxil olan turşunun kütləsini tapaq.
Deməli, alınan metalın, orada metal argentim alınır. Argentim qatı nitrat turşuna reaksiyasından HNO3-dür. Argentim NO3 alınır. NO2 alınır və su. Deməli 1 mol, 2 mol. Doğrudur. Və biz tapmışdıq ki, bizim metalımız neçə mol idi? Baxaq, çevirilək, görək, əvvəlki vərəqə baxaq. Baxırıq ki, 340 qram argentim NO3, yəni 2 mol deməkdir. Yəni 2 moldan elə 2 mol. Deməli, bizdə metal 2 mol imiş. 2 mol metal olanda nə qədər nitrat turşusu olur? Deməli, 1 mol olanda 2 mol nitratsa, 2 molda da 4 mol HNO3 var bizdə. HNO3-ün emeri 63-dür. 4-ə vuranda 63-ə 252 qram. Deməli, burada birincinin cavabı 252 olacaq. Turşunun reduksiyaya uğrayan miqdarı. Deməli, turşu 4 moldur. 4 mol turşunun, baxın, fikir verin, necə tapırıq bunu? Baxın, hələ 4 mol qoyaq kənara. Fikir verin, reduksiya olunan deyəndə burada söhbət azotdan gedir. Azot müsbət 2 dənə azot müsbət 5-dən. Baxın, azotun müsbət 5-dir. Və bir dənəsi duzun alınmasına sərf olunub. Bir dənəsi isə baxın burada reduksiya olunub. Yəni müsbət 4-ə, yəni üstü fikir verin, azalıb. Yəni 50% reduksiya olunur. Onda 4 molunda 2 molu, yəni 50% reduksiya olur. 2 molun 1-1, onda 4 mol olanda da ikisi ilə NO müsbət 5 kimi olacaq. 4 mol olsa burada turşunun molu. Çünki biz axı reaksiyadan aldıq ki 4 mol nitrat turşusudur. Onda da 50% reduksiya olunacaq. Yəni yarısı.